Azərbaycanda satılan bir Çin avtomobili var ki, mən onun texnologiyasını heç cür aydınlaşdıra bilmədim. Hansı avtomobildir bu? 2026-cı il buraxılış Haval H6 plug-in hibrid modeli. Avtomobil 1.5 litrlik 4 silindrli turbo mühərriklə gəlir, 19.1 kW-lıq elektrik mühərriki var və 364 at gücü hasil edir. Buraya qədər hər şey normaldır. Qeyri-adi olan bu avtomobilin 0-dan 100-ə cəmi 4.8 saniyə sürətlənməsidir. Bu nəyə görə qeyri-adidir? Ona görə ki, avtomobilin texniki göstəriciləri Azərbaycandakı sıravi Çin avtomobilləri ilə eynidir. Adicə taksidə sürülən BYD və çanqanlarla belə eynidir bu göstəricilər. Doğrudur, biz vaxtikən bu avtomobillərin körpüdən uçduğunu belə gördük. Amma heç biri 0-dan 100-ə 4.8 saniyə sürətlənə bilmirdi. Amma necə olur ki, Çinlilər burada necə bir texnologiyadan istifadə edib ki, bu avtomobil orta göstəricilərdə bu qədər yüksək bir performans əldə edir? Mən avtomobili araşdırdım. Xarici mənbələr də deyir ki, həqiqətən də avtomobil 268 kW-lıq bir gücə sahibdir və 0-dan 100-ə 4.8 saniyə sürətlənir, 760 Nm daxili gücü var. 高人长大，让他小马三条酒，回馈下社会先，我的那顶皇冠后，找你做事人太多，事情两千前锋做，一阴一阳只为到紫气东来，明码标价的那。Doğrudur, avtomobilin çəkisi 1885 kg-dır və 760 Nm daxili gücü də hasil edir. Amma mən belə düşünürəm ki, avtomobilin 0,30-dan aşağı aerodinamik direniş koeffisiyenti var. Yəni havanın yarma bucağı kifayət qədər yaxşıdır. Bu da ona imkan verir ki, 0-dan 100-ə 4.8 saniyə sürətlənə bilsin.